Herkese salam, yürüyüş vloguma hoş geldiniz. Bugünlerim gölün etrafında yürüyüş edirik ve kıştan dolayı gölün üstü buz bağlamıştı ve çok şey görünür. Zaten burada gösteririm. Ve gölden başka hiç yerde qar tapa bilmirik bu kısımda ve burada da özümü çəkirəm. Amma gölün üstündə belə minik pati izləri var idi. Bəzi heyvanlar gölün buzu daha qalın olanda üstünə çıxıbmış. Yok ya. Biraz göl meşə tərəfli qismində olduğuna görə buradan bəzi heyvanlar gölə tərəf gələ bilirlər. Burada da bəzi insanlar belə alov qalayıblarmış deyəsən piknik eləməyə. Qış pikniki gibi bir şey. Və gölün digər qisminə keçdikdə isə qar biraz çoxalır. Bir yaxki şəkildən fərqini anlaya bilirsiniz və burada da o gölün üstündəki pati izlərini buluruq. Bura tamamıyla qar doludu, amma o biri qismi heç də qar değildi. Sanki göl iki yerə bölünmüş kimiydi, qış və yaz kimi. Burada artıq biz gölün ətrafında olan, yayda gəlmək mümkün olan bir piknik yerinə çatdıq. Bu piknik yerində artıq biz meşəyə daha çox yaxınıq və meşənin dərinliklərinə enmək üçün bu piknik məkanını olan tərəfdə bir nərdivan eləmişdilər və bu da meşənin dərinliklərinə gedirdi. Biz də onun yanından keçdik. Burada bəzən yerləncəklər olurdu, amma qışa görə yerləncəyi götürüblər. Və nərdivan bu yaxınlıqlardadır. İşte bu iki dağın ən dibinə düşən bir nərdivan var. Yəni pləkan. İşte bu pləkan da budur. Amma ki burada da heyvan pati izləri var idi. O yüzden düşmədik. Bu belə minik bir piknik yeriydi. Və gölün o bir tərəfində, yay adlandırdığımız tərəfində də öyle bir piknik yeri var. Və qabağımıza bir sürü yeni o pati izlərindən çıxdı. Göl donmuşdu, amma güneşin çıxma səbəbiyle də göl artıq biraz ərimişdi. Burada size adlandırdığım ikinci piknik yerine geldik və oradakı bir dənə yerləncəkdə sallandım. Əslində o ağaclardan göl var idi, amma göl quraqlıq olub. Gördüyünüz nə qədər torpaq. Əslində ora göldən başlamalıydı və burada sizə əl sallayıram. Vlogumu izlədiyiniz için təşəkkür edirəm.